Embavud Mebel istehsalı şirkətində qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb. Embavud marketinq meneceri vəzifəsinin tutulması üçün bugün vakansiya elan edilib. Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur. Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə, əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir. Ehtimallara görə Embavudun marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan görüntüləri montaj edərək reklam paylaşımı etməsi ilə bağlıdır.